Salam dəyərli izləyicilər, əziz kanalımızın hamıları xoş gördük. Hər birinizi yeni bir mənzildən hamınızı salamlayıram. Bu günləri Yeni Yasamalda Dadaş Binyazadə küçəsindəyik. Burada Rahat Marketin yanında 12 mərtəbəli binanın 5-ci mərtəbəsində qanuni bir otaqlı bir mənzil sizlərə çəkib təqdim edəcəm. Mənzilimizin giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayır. Burada qarderob hissə yerləşir. Mənzilin sanitar qovşağı, burada mətbəx və qonaq otağımız isə burada yerləşməkdədir. Kifayət qədər geniş bir mənzildir. 55 kvadrat müsahidən ibarətdir. Sənədlər tam qaydasında, kupça çıxarış mövcuddur. Mənzili həm nağd şəkildə ala bilərsiniz, həm də ipoteka yolu ilə ala bilərsiniz. İpotekası təsdiqlənmiş şəxslər də buyurub müraciət edə bilərlər. Burada eyvan hissə yerləşir. Qonaq otağını görürsünüz. Kifayət qədər genişdir. Nə görürsünüzsə hamısı qalacaq qiymətə daxildir. Qiymət haqqında da sonda məlumat verəcəm. Döşəmə parketdir. Qonaq otağını sizlərə göstərdim. Burada mənzilin qarderob hissəsi yerləşir. Kifayət qədər genişdir. Rahatlıqla lazım olan əşyalarınızı bura yerləşdirə bilərsiniz. İstəsəniz əgər mətbəx hissəni burada köçürtmək olar və yaxud da eyvan hissəyə də köçürdə bilərsiniz. Mətbəximiz də burada yerləşir. Gördüyünüz kimi qanuni yerindədir mətbəx. Mətbəx mebeli də burada yığılıb sol tərəfdə. Burada da gördüyünüz hər bir şey qiymətə daxildir. Buradan eyvana çıxışımız da mövcuddur. İstəsəniz əgər bu otağı, mətbəxi yataq otağı edərək buranı isə mətbəx edə bilərsiniz. Burada əlavə olaraq orada qaz səviyyəsi yox, qaz filtrəsi yoxdur. Qaz filtrəsi bura qoyulub. Gördüyünüz kimi kombi aparatı yığılıb. Paltaryan da həmçinin burada yerləşib. Dediyim kimi buranı mətbəx edib mənzili rahatlıqla 2 otağa çevirə bilərsiniz. Mətbəxə buradan da giriş olacaq, buradan da giriş olacaq. Gördüyünüz kimi yəni otaq üçün də kifayət qədər geniş sahəyə malikdir. Buradan daxil olaq mənzilin sanitar qovşağına. Sanitar qovşağımız da gördüyünüz kimi bu formadadır, genişdir və lazımi aksesuarlarla təmin olunmuşdur. Mənzil haqqında ümumi məlumata keçib mənzilimiz yerləşir Dadaş Binyazadə küçəsində Yeni Yasamalda Rahat Marketin Yasamal molunun yanında 12 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. 55 kvadrat müsahidən ibarətdir, qanuni bir otaqdır. Kupçalıdır, sənədlər tam qaydasındadır, döşəmə parketdir, isitici sistemi kombidir, binada qaz su işıq fəaliyyəti daimidir, binanın geniş həyəti mövcuddur, sürətli 2 lift mövcuddur. Buradan İnşaatçılar metrosuna 10-12 dəqiqəlik piyada məsafə də mövcuddur. Mənzilin qiyməti 136 min manat start qiymət təyin olub, real alıcıya mənzilə baxdıqdan sonra cüzi endirim olunacaqdır. Mənzilin açarları bizdədir, günün istənilən vaxtı baxmaq mümkündür. Mənzil haqqında bu qədər, sona qədər izlədiyiniz üçün təşəkkürlər.